Görünən Gəzyan kəndidir. Gəzyandan bəri gəldikcə Misişanlı kəndi. O yük maşını gələn yer Misişanlıdır. Diləli Misişanlı. Buradan da gəldi artıq Saray kəndi. Mənim kəndim, doğma kəndim. Gözəlləşib kəndin kəfşənləri, örüşlər yaşıllaşıbdır. Sanki yaz gəlibdir. Maraqlı olubdur. Uşaqlığımızın keçən yerləridir bax buralar. Bu kəfşənlər. Bərküşadın sahili. Kəndimiz tanınmaz hala düşüb. Bu yetim də bizim evimizdir. Burada böyüyüb boya başa çatmışam. Şəhid qardaşım Məğrur Şirinov da bu evdə yetişib. Şəkil plakatı da burada. Kəndimizin güşəli yerində. Gecə gündüz Azərbaycan Türk bayrağı dalğalanır. Şəhid qardaşlarımızın hesabından. Bax belə. Hərtiz dağıdır. Başı dumanlı, bulutlu. Mirlərin örüşü yaşıllaşıb. Burada babaların məzarıdır. Mirsədi babanın yaxınları. Bütün ocaqdan dünyasını dəyişənlər Allah rəhmət eləsin. Məzarları buradan görsənir, bu qədərə görsədə bilirlər. Bax belə. Bura Saray kəndidir. Doğulub boya başa çatdığım kənd. Üstündə gördüyünüz də ikili yaxa mikrofonunu səs effektini təmin etməkdən ötürü mənə bir yaxın xeyir-sevər qardaşımız aldı. Hansı ki adını çəkilməyini istəmir. Elə fürsət düşmüşəm, buradan da həmin qardaşa minnətdarlıq edirəm. Hansı ki mənim S24 Ultra telefonu da o aldı, hədiyyə elədi. Bu yaxa mikrofonu da. Bugün 2 oktyabr 2025-ci il. Əgər ki 92-ci ilə qayıtsaq, sabahları 3 oktyabrda biz bir çox itkilər verəcəyik ki, onların içində milli qəhrəmanımız, pəhləvanımız, hamının sevimlisi, partizan, kəşfiyyatçı Əliyar Əliyevi və onun silahdaşını, sağ əlini, həm sürücüsü Əlsadət Ağayevi itirəcək. Qayıtsaq 92-ci illərə o izdihamlı günü, o vahiməli günü əslində unutmamalıyıq. Əslində bu gündə həmin günü biz yaşamalıyıq və onu hiss eləməliyik ki, qəhrəmanlar heç vaxt unudulmasın. Elə bu niyyətlə də buradan şəhid Əliyar Əliyevin və Əlsadət Ağayevin məzarı üzərinə gedəcəm. Onu ziyarət edəcəm. Onları ziyarət edəcəm. Hələlik bu qədər. Siz izləmədə qalın.